Azərbaycanın 22 vaqona yüklənmiş 1300 tona yaxın AI-95 markalı avtomobil yanacağı ilk dəfə Ermənistana yola düşüb. Hazırda birbaşa xətt olmadığından bu marşrutda Gürcüstan körpüdür və ilk daşımanı pulsuz eləyir. Ermənistan ümumiyyətlə bir çox daşımalarını Gürcüstan üzərindən eləyir. Gürcüstandan keçən kəmərlərlə Azərbaycan neft qazı dünya bazarına çıxır. Sülh müqaviləsindən sonra sərhədlər açılıb. TRIP layihəsi işi düşəndən sonra Cənubi Qafqazın logistika xəritəsi yenidən çəkilə, bu, Gürcüstanla Azərbaycan arasında iqtisadi və siyasi münasibətlərə təsir edə bilərmi? İqtisadçı Xalid Kərimli deyir ki, sülh olandan sonra bölgəyə yeni investorlar gələcək. Bu isə bölgədə yüklərin ötürücülük həcmini artıracaq. Bu baxımdan o, Gürcüstanın logistika hubı kimi zəifləyəcəyinə inanmır. Strateji əhəmiyyəti Azərbaycan üçün bir qədər aşağı düşəcək. Amma yenə də Gürcüstan Azərbaycan üçün əsas enerji və nəqliyyat dəhlizi olaraq qalacaq. Çünki Azərbaycan Ermənistanla münasibətləri yeni qurur, kövrək addımlar atır. Bu baxımdan Gürcüstan yenə də əsas dəhliz və körpü olaraq qalacaq. Neft-qaz boru xətləri Gürcüstandan keçir. Kabel layihələri, yaşıl enerjinin ixracı ilə əlaqədar layihələr də Gürcüstandan keçəcək, Qara dənizin dibi ilə. Gürcüstanın tək vahid kimi rolu azalsa da, alternativ ortaya çıxsa da, amma ümumi sabitlik qeyd elədiyim kimi regionun bütün ölkələrinin qazancıdır. Gürcüstanda Qafqaz Universitetinin menecment üzrə professoru Vaxtanq Partsvaniya bildirir ki, Gürcüstan Azərbaycanın etibarlı tranzit dəhlizidir və TRIP kimi yeni marşrutlar onun mövqeyini avtomatik zəiflətməz. Əgər TRIP Avrasiya ticarət axınlarının, o cümlədən orta dəhlizin daha geniş çərçivəsində nəzərdən keçirilərsə, Gürcüstan daha böyük, çox marşrutlu bağlantı sisteminin bir hissəsi kimi fayda götürməyə davam edər. Ümumi yük həcmlərinin artması hesabına qazanc əldə eləyər. Amma TRIP-ə regional prizmadan, yəni Gürcüstandan yan keçən marşrut kimi baxılsa, bu halda Gürcüstan potensial olaraq ildə 2 milyon tona qədər tranzit yükü itirə bilər. Tranzitdən asılı iqtisadiyyat üçün belə etki iqtisadi baxımdan əhəmiyyətli olar və açıq şəkildə Gürcüstanın maraqlarına uyğun deyil. Vaxtanq Partsvaniya əlavə eləyir ki, Gürcüstan-Azərbaycan münasibətləri daha dərin qarşılıqlı asılılıqlarla formalaşır. Bura neft və qaz tranziti, elektrik enerjisi ticarəti, infrastruktur investisiyaları, eləcə də regional sabitliklə bağlı ortaq maraqlar daxildir. Bildirir ki, regional logistika şaxələnsə belə, Gürcüstanın Azərbaycan üçün əsas logistika mərkəzlərindən biri olaraq qalması ehtimalı yüksəkdir. Ermənistanın baş naziri Nikol Paşinyan TRIP tranzit yolunun tikintisinə 2026-cı ildən başlanacağını deyib. Vaşinqtonda ABŞ prezidenti Donald Trumpın şahidliyi ilə imzalanan bəyannaməyə əsasən Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında maneəsiz əlaqə təmin etməyi üzərinə götürür. Bunun qarşılığında Ermənistana beynəlxalq ölkələr arası kommunikasiyadan qarşılıqlı faydalar vəd olunur. Azərbaycan prezidenti TRIP-in orta dəhlizin növbəti mühüm segmentinə çevriləcəyini, vacib nəqliyyat əlaqəsi olacağını bildirib.